bu akşamın yaxına gəlsin qədər. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Muhterem arkadaşlar, Şaban ayının karşısına gelmişsiniz. Yani 15 gün sonra neredeyse Ramazan ayına dahil olacak o büyük aya, Müslümanların bayrama olan aya dahil olacağı için, yani bu ayda insanların temizlenmesi, nefsin üzerinde çalması, nefsin tezkiyesi, hikmeti öğrenmeye, Kur'an'ı idrak etmek, kalbi saflaştırmak ayıdır. Muhterem kardeşler, yani bugünkü ne diyorlar? Berat diyeceğiz. Berat etmek, beraat, berat etmek. Yani kuruluş demek. Ağaç çıkartmak demek. Yani bir adam diye ki haksız diye içeriye düşürdü. Buna beraat verir, içeriden çıkıyor. Buna ne diyor? Beraat verir. Bakın, İslam diye ki adet mühendisinde bu cüne beraat verir. Hiçbir Kur'an'da da tababilməsiniz, usulü deyilməsiniz, hədisdə də tababilməsiniz. Yaxşı, niyə görə bunu deyirlər? Niyə görə bunu deyirlər? Mən də o sizə izah edeyim, niyə görə? Möhtərəm qardaşlar, bu mövzularda hədislər deyirlər, nısf-ı Şaban, əslində, Şaban ayının yarısı deyirlər, nısf-ı Şaban. Möhtərəm qardaşlar, bu mövzularda tam səhih hədislər yox, amma Həsən hədislərimiz var, zəif hədislərimiz var. Bir də ki, bilin ki, yəni bir hədis zəif bilincə, cəmal da bilir ki, bu bura baxması bir şey. Hədis usulunda, hədis usul nöqteyi nəzərindən atılası hədis uydurma hədisdir. Buna hədis-i mövdu deyilir, buna hədis-i müxtələt deyilir, buna hədis-i masnur deyilir, hədis deyilir. Amma zəif hədis, yani əməl olunmayacaq hədis deyildir. Yəni, üzərində zəif hədisdə dövləti var, 510-dan çox dövlü var. Uydurmaya yaxın zəif hədis var. Həsənə yaxın zəif hədis var. Bu türdə sən zəif hədislə əməl etmək mövzusu alimlər arasında tartışma mövzusu olur və bu mövzuda geniş yazılar yazılır ki, zəif hədislər digərdir. Məsələn, Əhməd bin Hanbəl'ə söz var deyil ki, ulan kəsin rəyindənsə zəif hədis mənim üçün daha yaxşıdır. Məsələn, zəif hədislə əməl etmə mövzusunda alimlər nə deyirlər? Əməllərin fəzilətləri mövzusunda. Yəni, farz, vacib, rükün, əqidə olmamaq şərtilə əməllərin fəzilətləri mövzusunda, fəzilətli əməllər mövzusunda əməl olunan bilər və yaxud da əsas rükünü bir mövzuda sənin hədis varsa, onu dəstəkləmək mahiyyətində zəif hədislər nə ola bilər, əməl qoyula bilər deyə, yəni geniş bu mövzu, bu mövzuda yəni geniş danışmaq lazımdır, qısa danışmaqla tam izah verib, yəni verməklər mümkün olur, amma qısa mövzunu vermək mövzunun üçün zəif hədislər, atmaq hədislər də deyil. O ki qaldı, Leylətül Şabanla əlaqəli hədislər zəif olmaqla yanaşı, həsən də var, həsən də deməkdir. Zəifdən üstün, səhifdən aşağıda, səhiflə zəifin arasında olan hədislərə həsən hədislər deyilir. Və bu hədislər bir-birini dəstəklədiyi bir mövzuda bir çox hədis olunca artıq bu bir-birini dəstəkləmiş olur. Ona görə də yəni Şaban ayının 15-ci günün haqqında, Leylətül Şaban haqqında nəs yoxdur, dəlil yoxdur, deyə bilməkdir. Nas vardır, nasıl da hədislər izah edilir. İndi möhtərəm qardaşlar, hədislərə keçək. Hədislər nə? Məsələn, Beyhəqi 505-ci ildə vəfat edən məşhur hədisçi Beyhəqi. Yəni, çox kitablar olur. Şuab-ı İman olur, məsələn, Beyhəqinin Sünəni olur. Yəni, burada 10 bindən çox hədislər qeydə alınmışdır. Onun rivayət etdiyi hədisə görə, bir gün Həzrət Ayşə, Həzrət Peyğəmbər itirir. Yanına baxın ki, əlini durur ki, yoxdur. Tez durur, əyə görə Hazreti Peyğəmbərimiz. Fərqli rəvayətlər baxır ki, Peyğəmbərimiz səcdədir. Və də baxır, görür ki, Peyğəmbərdən
Səs-səmir çıxmır. Elə bir ki, səcdədə ölüb. Əlini uzatmalı, görüşüyor. Peyğəmbər doğruldu, namazını qıldı, bitirdi. Dedi ki, və də görüşü dua edir. Allahümme inni əudu dikə min affike, affeke min hukubetika. Ya Rabbi, sənin cəzandan nədir? Əhvinə sığınıram. Və əudu bikə min keydi, səndən sənə sığınıram. Əntə kəmə əsneykə ileykə. Sən özünü lə usi sənə əleyk və əntə kəmə əsneykə. Deyir ki, mən səni haqqıyla səna edə bilmərəm, səni tərifləyə bilmərəm, sən özünü necə səna edirsənsə, elə sən deyər Peyğəmbər sallallahu aleyhi və səlləm dua edir. Deyir ki, ey Ayşə, bilirsən bu gecə nə gecəsidir? Bu gecə bağışlanma gecəsidir. Bu gecə Allah bağışlanmaq istəyənlər yoxdur, mən onları bağışlayayım. İlla deyir ki, ricalın beynəqulun əhqat, ancaq aralarında nə olanlar xaric, bir-birlərinə işin olanlar, bir-birlərinə düşman olanlar xaric, Allah bu gecədə bütün bunları əhv edir. Və başqa rivayətlərdə də Peyğəmbərimizi yenə Həzrət Ayşə itirir, gedir, Bəqi qəbristanlığını tanıdır. Və orada da Peyğəmbərimiz buyurur ki, bu elə bir gecədir ki, Allah bu gecədə hamını əhv edir. İllə müşrik xaric və müşahid də aralarında kin, nifrət olan kimsələr və onlara olur ki, hətta yaslarına ta ki gedib aralarında sülh peyda etsinlər. Möhtərəm qardaşlar, hədislər çoxdur. Hətta bu söylədiyim namız haqqında nə deyirlər? Həzən Musa Celil, bu mürsəl hədisdir. Mürsəl hədislər bəllidir. Rabbimiz sahabına alıyarak bir başka peygamberden rivayet ettiği hadise ne değil? Mürsel hadistir. Ama ne değil? Bu güçlü mürsel hadistir. Şimdi möhtərəm qardaşlar, mesela aydınlaşdırmışsınız. Bak, buradaki hadislerin məhsələrini anlaşılır. Allah əhv edir. Günahkarları əhv edir. Necə ki, gülmədən açıq qanunların əhv edirlər, bəraət qazanırlar olan. Allah da günahkarları əhvlədiyi üçün, bəraət qazanırları üçün bu gecəyə qərar çəkir. Şimdi də Beyraq Gecəsi deyə necə bir vaxtında hər yerdə keçirir. Deyərlərlər ki, yoxdur bekləyir. Deyə bilərlər. Hamıdan qaynaqlar. Həqiqətən bəraət, hədə Peyğəmbərdən, hədə Leylətun bəraətun deyə bir hədis yoxdur. Bəraət edir. Amma hədisin baxıb məzmunundan Allah-u hər kəsə əhv edir. Əhv elədiyinə görə, demək ki, oradan hərəkətlər insanlar bu gecəyə nə demişlər? Bəraət gecəsi demişlər. Ona görə də möhtərəm tanışlar. Fərqli hədislər var. Həmin kənd qəbiləsinin boyunlarının gücü qədər insana Allah-u bu gecə əhv edəcək deyə hədis var. Yəni, müxtəlif bu gecədə nə istiğfar deyilmiş, oluruz istəyən yoxmu? O fiyhə yufraqı min külli əmrin həkim, hər hikmətli höküm bu gecədə verilir ayəsinin təfsirində bəzi alimlər bu gecənin Leylətül Nisfi Şaban ayı olduğu söylənir. Və sahabidən də çox şey gəlir. Həzrət Əlidən də məsəl üçün önəmli gecələrdən Qədir gecəsidir, Cümə gecəsidir, Leylətül İqdeyn gecəsidir və eyni zamanda Leylətül Nisfi Şaban gecəsidir ki, bu gecələrin ehya olması və bu gecələrdə olmamalı olması, bu gecələrdə qafil olması, əllərə Allah'a açıq dua olması, o ki, qaldı ki, cürbəcür hədislər dolaşabilir, yəni göndərlər ki, bu gecədən gözlərə nə oxuyun, nə qədər nə oxuyun. Oxuyun, bunda bir problem yoxdur, nəsə. Amma bunlar nəslə yoxdur, Peyğəmbərdən bir hədis gəlmir ki, bu gecədə filan namazları, peşman şeyləri edir. Amma nəticədə bu gecə ihya gecəsi olduğu ki, nə qədər istəyirsiniz namaz qılırsınız, nə qədər istəyirsiniz, yəni dua edin, ihya edə bilərsiniz. Çünki Peyğəmbərimizdə belə bir hədis var ki, yəni bu günün gündüzü oluştururlar, gecəsi ihya olunur. Amma ihya nələr qılır, nə şeylər olar, yoxdur. Amma ihya, belə ihya da nə ilə olan şeydir? Əşq istiqbarından olan şeydir, bu aləməkdən olan şeydir, namaz qılmaqdan olan şeydir. Yəni bunlarda sərbəstsiniz. Bu şəkildə ihya edə bilərsiniz. Və Peyğəmbərimizin Həzrət Ayşənin hədisi var, deyil ki, yəni Peyğəmbərin Şaban ayında oruç tutduğu qədər
başka aylarda oruç tuttuğunu görmedim. Yani Şaban ayında Peygamberimizin çok oruç tutardı. Ve Peygamberimizin halı her zaman tercih olurdu. İyi oruç tutardı, bir yerden çeşit tutardı. Her beş oruç tutacaktır. Bire de yemek gelecek, bir yer gelecek. Hiçbir zaman artık ondan sonra oruç tutmayacaktır. Yani bu şekilde devam eder. Ve bu mevzuda zid hadisler var arkadaşlar. Peygamberimiz de Şaban 15'inden sonra oruç tutmayın. Bu kimler içinde? Ramazan'ı güçlü karşılamak lazım. Çünkü olabilen şey insanların hamle eğitimci tercih değildir. Hamle ibadet gücü eğitim değildir. Hamle alışkanlık gücü eğitim değildir. Yani ilanlar var, Ramazan'dan Ramazan'ı oluştururlar ve bu alanlara birdenbire diyecek. Başlayanlar Şaban'da oluştururlar, Ramazan çağında gücümüz çağında Ramazan'da tutulur diyebilirler. Bu bütün İslam bütün insanların nereden aldığı için Peygamber'den Ramazan'ın Ramazan'ın güçlü karşılamak için Şaban ayının 15'ine oruç tutmuyor diye rivayetler var. Demek bunu biz de başa düşürüyoruz. Birinci, dördüncü gün oruç tutmalar. Oruç tutmalı adet alacaklar. Yani sağlık bağlı. Bu arada bir problem yok. Oruçların devam edebilir. Ama hiç oruçlarla alakası olmuyor. Yani çok oruç tutmuyor. Ama birden bu ayda oruca başlayıp Ramazan ayında oruç tutmalar. Ramazan ayında zayıf